Təbii və qatqısız arakis pastası hazırladım. 500 qram arakisi tökürəm listə. Qabaqcadan isti elədiyim sobaya 180 dərəcədə qoyuram. 5 dəqiqə, 10 dəqiqə qızarsın. Arakisləri qızartdım. Baxın, belə qəşəng. İndi bunu isti-isti soyumadan blenderə tökürəm. Dediyim kimi isti-isti blenderə tökdüm və xırdalayıram. Baxın, kənarlarına yapışıb. Belə olmalıdır. Bu şəkildə biraz da qatışdıracağım. Blender çox isti olursa, yəni dayana eləyin. Belə. Biraz da 5 dəqiqə. Bunu tək heç nə əlavə etmə. Belə 5 dəqiqə içinə heç nə əlavə etmədən qatışdırdım. Baxın, belə. Bir-birinə yapışır. İndi bura mən 3 xörək qaşığı şəkər pudrası əlavə edirəm. Biraz duz əlavə elədim və bal əlavə edirəm. 2 xörək qaşığı da bal dolu. Və yenə qatışdırıram. Bu qədər. İndi isə şəkərlə qatışdırdıqdan sonra yağ əlavə edirəm. Zeytun yağı. 3-4 xörək qaşığı zeytun yağı əlavə edəcəm. Belə dolu 3-4 xörək qaşığı zeytun yağı əlavə edirəm. Və 4. Bunu da indi yenə də yaxşıca qatışdırıram. Hazır oldu. Süper. Baxın nə qəşəng rəngi var. Mili, bax. Süper rengi var. Ətir də süperdir. Arakis, təbii, organik. Evdə hazırlanmaq çox rahat. Gördüyünüz kimi çox asan alındı. Arakislər də mağazində, yəni hər yanda var. Əldə edə bilərsiniz. Alıb siz də hazırlayın. Hazır olandan sonra şüşə qaba boşaldıram. Yəni soyuducuda saxlaya bilərsiniz. İnşallah. Düzü çox qalmır, yeyilir. Tərkibini də özünüz bilirsiniz ki, nə yağ əlavə etmişsiniz. Bal da çox faydalıdır. Arakis özü də çox faydalıdır da. Zavod deyil, yəni evdir. Özünüz, öz əlinizlə hazırlayırsınız. 5 dəqiqə vaxt aparır. Yəni 5-10 dəqiqəyə bu cürlə qəşəng, dadlı, faydalı arakis pastası alınır. Baxın, nə qəşəngdir. İndi biraz ilıqdır. Mən bunu qoyacağım soyuducuda. Özün lap belə qəşəng tutacaq. Soyandan sonra daha da dadlı olur. Yəni çörəyin üzərinə şirniyyatlarda istifadə edə bilərsiniz. Həm də ki, mən bunu zeytun yağı ilə sıxma zeytun yağından istifadə elədim. Yəni zövqə görə, istəyə görə, hansı yağdan istəsəz istifadə edə bilərsiniz. Mili də gəldi. Yəni sonra deyəcəksiniz ki, kərə yağından bəs istifadə etmək olar, kərə yağından da istifadə etmək olar. Sadəcə olaraq kərə yağı soyuducuya qoyanda, saxlayanda bərkiyəcək. Yəni bunun kimi belə axımlı olmayacaq. Ona görə duru yağından istifadəniz məsləhətdir. Təbii və qatqısız arakis pastası hazırladım. Bu resepti biləndən sonra mağazadan daha fıstıq əzməsi almayacaqsınız.